Halleluja, bugünlər Alman dilində ən çox istifadə olunan qısaltmaların anlamlarını və açılımlarını öyrənəcəyik. Getdik. Bu hərflərin açılımı zum Beispiel. Zum Beispiel. Tərcüməsi isə məsələn deməkdir. Bu hərflərin açılımı isə irgendwie. Irgendwie. Tərcüməsi isə hər hansı bir halda, necəsə kimi tərcümə olunur. Yəni bir hadisənin necəsə baş verdiyini ifadə eləmək üçün irgendwie sözündən istifadə olunur. Bu hərflərin açılımı hab dich lieb. Hab dich lieb. Səni sevirəm deməyin daha romantik olmayan versiyonudur. Sevirəm səni kimi tərcümə olunur. Bu hərflərin açılımı isə vielleicht. Vielleicht. Tərcüməsi isə bəlkə deməkdir. Bu hərflərin açılımı liebe Grüßen. Liebe Grüßen. Tərcüməsi isə sevgilərlə deməkdir. Bu hərflərin açılımı und so weiter. Und so weiter. Tərcüməsi isə vesaire deməkdir. Bu hərflərin açılımı isə so genannt. So genannt. Bunun tərcüməsi isə əgər bir şeydən şübhə duyursunuz və ona sözdə deyirsiniz, məsələn, sözdə ekspert, sözdə həkim, die sogenannte Ärztin, sözdə həkim və yaxud die sogenannte Experten, sözdə ekspertlər, məsələn, yəni şübhə duyulur, ekspert olduğundan şübhəlisiniz. Bu hərflərin açılımı isə beziehungsweise. Beziehungsweise. Tərcüməsi isə və yaxud daha doğru desək, daha doğrusu, daha dəqiq desək kimi tərcümə olunur. Növbəti videolarda görüşənədək. Tschüss.